Salam, xoş gördük hər birinizi, əziz valideynlər, abituriyentlər, müdavimlər, hər birinizi mən Şamal müəllimi salamlayıram. Bugün həm valideynlərin, həm də əsasən də yuxarı sinif uşaqları, yəni 11-ci siniflərin tez-tez vurğuladığı məqamı videoda dilə gətirəcəm. Bu məqam mən deyərdim ki, abituriyentlərin məqsədinə doğru getdiyi yolda verdikləri ən yanlış qərardır. Hansı ki, bu fikir çox yayılıbdır. Əsasən də repetitor fəaliyyətlə məşğul olan müəllimlər də mən ümid edirəm ki, mənim fikrimlə razılaşar. Çünki mütləq şəkildə hər biri bu problemlə, çətinliklə üzləşir. Problem nədir? Yuxarı sinif, yəni 11-ci sinif şagirdləri düşünür ki, adətən buraxılış fənn imtahanlarını verdikdən sonra müəllim biz söz veririk ki, daha yaxşı hazırlaşacağıq, daha yaxşı oxuyacağıq. Yəni böyük bir qism bu cür fikirləşir. Təbii ki, bu çox yanlış qərardır, yanlış fikirdir. Çünki vaxt gedir. Ətrafımızda baş verən hadisə və proseslərə biz real yanaşmalıyıq. Real baxanda görürük ki, həqiqətən də vaxt gedir və biz səmərəli şəkildə hazırlaşmağa davam etməliyik. Yəni bir neçə ay və yaxud keçən ildən deyək ki, şagird qoşulur, 10-cu sinifdən hazırlaşır. Artıq 11-ci sinifə keçəndə buraxılış fənn imtahanına hazırlaşıram deyib digər fənlərdən, eyni ilə də yəni coğrafiya fənnindən nisbətən yanlış fikrə düşürlər. Bu təbii ki, belə deyil. Mən həm valideynlərə, həm də 11-ci sinif şagirdlərinə əsasən də tövsiyə edirəm ki, bu fikirdən əl çəksinlər. İlk günkü kimi həvəslə, səmərəli şəkildə, düzgün mənbədən və məqsədyönlü şəkildə hazırlaşsınlar. Və artıq məqsədyönlü şəkildə, düzgün mənbədən hazırlaşan istənilən şagird nə qədər az olsa da kifayət qədər nəticə göstərir. Və təbii ki, hər birinizə daha çox nəticə, daha yüksək nəticə, yaxşı nəticə göstərməyə arzu edirəm. Seçdiyiniz yolda hər birinizə uğurlar arzu edirəm. Həmin yanlış qərarı beyninizdən atın. Məqsədli şəkildə, iradəli şəkildə, düşünülmüş şəkildə yenidən dərslərinizə davam edin. Təşəkkür edirəm hər birinizə.